Aha, salam uşaqlar, necəsiz? Sağ olun müəllim, siz necəsiz? Amin. Sağ olun uşaqlar, mən də yaxşıyam. Müəllim, bir dənə də whiteboard açaq. Ondan sonra səsin. Bıraksın yavaş. Deməli uşaqlar, bir daha başlamamışdan qabaq bir saniyə Rəşidə sözüm var. Rəşid, bu suala baxdım. Əvvəl heç nə başa düşmədim sualın şərtindən falan. Sən səs atandan sonra. Sonradan biraz baxdım. Bu əslində algoritm sualıdır. Yəni nə mənada? Bizdən belə bir binary search suallarına oxşar sual tipləri var. Orada əsasən bu məntiqdən istifadə olunur ki, sorteddur, amma tam sorted deyildir, bir rotate olunur. Yəni 2 dənə sort hissədən ibarətdir hər zaman. Yəni rotate elədiyimizə görə hər zaman 2 dənə sorted hissədən ibarətdir və bu hissədə biz binary search atmalı oluruq. Onun da indi öz şeyləri var da, algoritm olaraq izahları var. Amma bu sual dediyim kimi o şəkildə də yazmaq olar. Amma çox sadə bir şəkildə elə sadəcə axtarılanı çıxışa vermək də olar. Yəni for-la gedib tapdınsa i-ni çıxışa ver, return 0, əks halda -1 vermək də olar. Yəni amma düzdür, yəni biz bunu yazmaq bizə heç nə qazandırmır. Yəni 100 verir, amma yəni əsas buradakı məqsəd buradan 100 almaq deyil, sadəcə o kodu tətbiq eləməkdir. Aydındır? Onun kodu da ki, hələ tezdir. İnşallah binary search dərslərində öyrənərik. Tamam? Bəli. Rəşid. Bəli mənim. Mənim mikrofon bağlıydı. Aha, gördüm. Deməli uşaqlar, yaxşı gəlin rekord da açıldı. Yavaş-yavaş başlayaq. Birinci tez bir dənə ev tapşırıqlarına nə vermişdimsə bir dənə tez onlara baxaq. Code Judge-dan girmişəm, buradan girə bilərdim. 6 ilə 7 vermişdim, elə deyil. Yox. Hə, yox, 6-dan keçən dərs vermişdim. 6-nı maşallah hamı yazmışdı. Bir də Ayan yeni yazmayıb. Ayan gəlsin, yeni tez izah edəyik. Amma belə hamısı yazılıb. Və bir dənə buradan nəsə açalım belə. Bir də contest 7, exam 7. Buradan problemli hissələrimiz var. Rəşid hamısını yazıb. Backflash bu kim idi? Sədiyyər idi bu deyəsən, aha. Ayan, İlham, bu sən idin. Bəli. Aha. Deməli, sadəcə bir dənə sualların üstündən keçək sənlə deyin, əsas o birislərə baxarıq. Sual şərtinə nə istəyir? Deyir ki, birinci və sonuncu indeksdən başqa hamısını qoşulayına əvəz eləmək lazımdır. Yəni bizdən nə istəyir dolayı ona? İndeks olaraq yazsaq, yəni 0, 1, 2, 3, 4, 5 məsələn gedək. Birinci ilə axırıncıya dəymir. Yəni bunların indeksləri necədirsə, yəni ədəd necədirsə elə də qalır. Yəni indeks olaraq yazıram, necə varsa elə qalsın. Amma bundan sonrakılar, yəni hər biri üçün, məsələn bunun əvəzinə bunu ilə bunun cəmini yazmalıyam. Yəni dolayı ilə nə yazacağam? A0 üstə gəl A2. Sonra məsələn bunun əvəzinə artıq A1 ilə A3-ün cəmini. Bunun əvəzinə A2 ilə A4-ün cəmini bu şəkildə yazıcı gedəcəm. Və kod olaraq da nə məsləhət görərdim? A massivindənsə bir dənə də B massivi yaradın. Sonra hər dəfə məsələn BI bərabər olacaq nəyə? Bedək. AI minus 1 üstə gəl AI plus 1. Və bu ilə də rahatlıqla yazmaq olar. Bir də
dənə də koda baxaq, dediyim kimi sadə sualı çox üstünə qalmaq istəmirəm. Bundan çıxaq. Buna görə ən əvvələ burada sən bir nəfərin, mən özüm həll göndərməmişəm, yazanlardan bir nəfərin koduna baxaq tez. C sualı, məsələn, rəşdə kodu baxaq. Ümid edirəm sadə bir yolla yazıb. Ümid edirdim, ümid edirdim. Rafiq. Sadə yolla yazan. Suala baxıram. C. Hər zaman 5-dir. Hə, tamam. Amma yenə də deyək ki, 5-dən çox olsaydı yenə işləyərdi. Başqa bir massiv yaradırıq və hər bir massivin elementlərini bu şəkildə bayaq dediyimiz kimi bir əvvəl bir sonra ilə əvəz edirik. Ən sonunda bunu bu şəkildə çıxışa veririk. Burada qaranlıq nəsə varmı? Yəni massivsiz də yazmaq olardı. Adi 5 dənə olduğu üçün 5 dənə dəyişən deyib input almaq olardı. D sualı. Majority element check. Ən çox təkrarlanan element hansıdır? Onu çıxışa verməyimiz. Yox. Ən çox təkrarlanan elementin sayı yarıdan çoxdurmu? Bunu yoxlamaq lazımdır. Hətta ev tapşırıqlarından birində bu tipli bir sual işləmişdik. Düzdür, yadımıza salaq həmin sualı. Orada da eyni məntiqdən getmişdik. Necə? Səsin aydın gəlmir, biraz bəkdir. Eyni sual idi, onu deyirəm. Hə, eyni sual idi. Hə, demək olar ki, hə, eyni sual idi. Belə deyək. Okey. Eyni sual olduğu üçün yenə dediyim kimi çox üstünə qalmayacağam. Səhv yazdığın koda baxaq əsas. A-n götürmüsən. Sort atmısan. 0-1-ə bərabərdirsə axırıncı C++. Mənim səhv olduğunu bilirəm. Səhv olmağını başa düşürsənsə yaxşıdır. Deməli, bu sual yazmanın 2 dənə yolu var. Ki, onlardan danışaq. Məsələn, bir nəyə baxmaq olur? Sortu yazmısansa, gəl birinci sort olanı izah edeyim. 1, 3, 3, 4, 4, 4, 8, 7, 3. Məsələn, belə bir test case yox. Sort pozdum ki, 8, 8, 9, 10 olsun məsələn. Burada məntiq nə olur? Sən bir yanaşlara baxırsan. Deyirsən ki, 1-3 bərabərdirmi? Yox. O zaman, yəni bir dənə 1 var, bir dənə 3 var hələ ki. 3-3-ə bərabərdirmi? Aha. Deyirsən ki, hə, deməli 3-dən 2 dənə var. 3-4-ə bərabərdirmi? Deyirsən, yox. Deməli 3-dən 2 dənə oldu, bu qutardı. Yeni fəsil olaraq bir 4-də başda. 4-dən bir dənə var. Bərabərdə 4-dən 2 dənə var. Bərabərdə 4-dən 3 dənə var. 4-dən 3 dənə olduğunu da bildin. 8, 8-dən 2 dənə, 9, 10. Hərəsindən bir dənə var. Və bunu biləndən sonra ən maksimum hansı idi? Bir dənə 10 yadda saxlayıb 10 koduna baxa bilərsən. Yəni elə bir kod yazmaq olar. Bu birinci üsul. İkinci üsulumuz uşaqlar nədir? Massiv olaraq yazmaqdır. Bunu da dərsdə demişdik. Demişdik ki, bir dənə B massivi yaradırıq. Hər dəfə B A-ni plus edirik. Tamam? Yəni, o kodun tamamilə eynisindən söhbət gedir. Bu bizə nəyi verəcək? Bunun yəni, bizə xeyri nədir? Bunu garanti edirik ki, məsələn, burada sanki artıq bizim massivimizdə biz bunu yadda saxlayırıq. Deyirik ki, sanki 0 heç, birinci indeks, baxın, indeksdən söhbət gedir. Bu da ədəd A, B massivi olsun. 1 üçün cavabı 1 saxla. 2 üçün 0, 3 üçün 2 saxla. Yəni, massivin indeksi budur, amma qiymətlər bunlardır. 4 üçün 3 saxla, yəni 4-dən 3 dənə var. 5 0-dır, 6 0-dır, 7 0-dır, 8-dən 2 dənə saxla, 9-dan 1 dənə saxla, 10-dan 1 dənə saxla. Hə, artıq bu massivin hər bir elementi sənə bir dənə say göstərir, yəni bir count göstərir. Aydındırmı İlham? Bu söhbət nədən gedir, niyə eləyirik bunu? Tamam. Kod olaraq da bir dənə sadə koda baxaq. Ayın yenə yazmasın, gəlin ona baxaq. Aha, bir dənə massiv götürüb yenə. O
bax birinci şey üsulu ilə yazıb. Bizim hətta ondan daha qəliz bir yolla yazıb. Daha uzun bir yolla yazıb, amma tam olaraq keçib. Yaxşıdır əslində. Amma keçməməliydi. İndi test кейslərimizin biraz səhvliyindən irəli gəlir. Deməli, nə deyəcəkdik? Nə deyirdim? Məsələn, bu şəkildə yoxlamaq da ola bilərdi. Yəni, neyib? Yoxlayıb ki, AI elementindən neçə dənə var və onların sayı n/2-dən çoxdurmu, azdırmı? Bu bir yol, yəni bir yoxlaya biləcəyimiz bir yol. Məsələn, Rəşid görək nə yazıb. Səhv suala baxıram. Maplə yazmışam, mən də maplə yazmışdım. Bax, nə yazmışam? N count 0 uzun yazmışsın, gəl özümüz bir də yazaq sual. Tamam, bir də başdan yazmalı olsaq. Elə 10^9 qoymuşam, amma 10^9 ehtiyac yoxdur. Əslində o qədər çox elementimiz yox idi. Biraz böyük götürsək bəs eləyir sadəcə. Yəni elədiyimiz nədir? Hər dəfə element aldıqca, sin aldıqca onu massivdə artırıram, İlham. Və bu bizə o dəfə dərsdə danışdığımız kimi, yəni hər elementin sayını yadda saxlayır. Düzdür, yəni buna əsasən bu map dərsinin sualıdır. Yəni map dərsinin inşallah bunun daha rahat bir yollarını görəcəyik. Yəni maplə yazılışı daha rahatdır bunun. Və elə aldıqca da yoxlayıram ki, mx artıq mənə verir, x elementinin sayını verir, daha sonra ax. Deyəcəm ki, həmin o say, bu say, məndəki say, şeyə keçirmi, n/2-dən çoxdurmu? Və n/2 yoxlamaq əvəzinə bunu 2-yə vururam, yəni hər tərəfi 2-yə vurmuş oluram bir növ. Və çoxdursa yes verirəm, əks halda no verirəm. Aydındır? Bəli. Yeni dərsi izah eləyəcəm. Onun üçün biraz uşaqlar tələsik görsənə bilərəm. Yəni çox bunların üstünə vaxt itirmək istəmirəm. Y sual nə idi? Y sualı rotate sualı idi. Bir dənə kodva baxım, olsa səhvi desəm bilirəm. 70 almağından başa düşmək olar. Səhvin nə olduğu. Okey, qəşəng. Belə deyək də, 70 almışsansa zaten o şey sual problemindir böyük ehtimal. Tamam. Bax, rotating nə olduğunu başa düşmüsən, nə shiftingin, rotatingin nə olduğunu bilirsən artıq, düzdür? Bəli. Aha, bax problem orada nədir? Yaxşı, bəs sənə belə bir massiv versək ki, deyək ki, n olsun 3, 1, 2, 3, k olsun 27. Ola bilməzmi? Ola bilər də. Yəni, bu k ədədi səndə n-dən çox ola bilərmi? Ola bilər. Yəni, şərtdə elə bir şey demir ki, hər zaman kiçik olacaq. Sən yazdığın kod %99 əminəm ki, k kiçikdir bərabərdir şey hallarını ödəyir. 3-dən kiçik, yəni n-dən kiçik hallarını ödəyir. Amma yaxşı, k n-dən böyük olsa, sən axı orada nəsə a, i çıx k falan nəsə yazırsan. Axı bu çox olduğu üçün indeks olaraq mənfiyə gedəcək və düz olmayacaq. Tamam, necəsə eləməliyik ki, bunun qarşısını alaq. Və bunda yazılışı əslində sadədir. Məsələn, bunu shiftinglərinə bir-bir baxsan, 0-cı shifting, heç shifting eləməsən, budur. Bir dəfə eləsən, 2, 3, 1-dir. 2 dəfə eləsən, 3, 1, 2-dir. Bax, 3-cüdə artıq görəcəksən ki, 3-ü hətta buradan yox, buradan yazıram. Yenə 1, 2, 3-dür. 4-ə baxsan görəcəksən ki, 2, 3, 1-dir. 5-ə baxsan görəcəksən ki, nədir? 3, 1, 2-dir. Və bu yenə hər dəfə bu şəkildə 300 təkrarlana gedəcək. O zaman deyə bilərsən ki, bax, məsələn, 0-ın, 3-ün, 6-nın və yaxud da 9-un, 12-nin shiftingləri eynidir əslində. Və yaxud da 1-in, 4-ünkülər eynidir. O zaman deyə bilərik ki, məsələn, k-inki eynidirsə, k-n-2 də eynidir.
k minus 2n-inki də eynidir və əslində k faiz n-inki də eynidir. Yəni bunlar əslində hamısı eyni shiftingi göstərir. Aydındır? Onun üçün k-nı hesablamaq üçün biz əslində k faiz n-i tapaq. K faiz n-inci shiftingi tapacaq. Aydındırmı? Dəqiq, qaynaqası yoxdur. Xeyr. Yaşın. Uşaqlar, mənə bir saniyə verin və başlayaq yeni dərsə. Deməli, uşaqlar, başlayacaq bugündən matrikslərə, 2D massivlərə, belə deyək. Biraz əvvəl izah edeyim matriks nədir, sonra kodlarına, algoritmlərinə bir yerdə baxarıq. Ən başda başlayaq matriks nədir, niyə var, niyə biz bundan istifadə edirik məsələlərinə. Birinci başlayaq sadə matrikslərdən. Bunu gəlin artıq biraz kodda öyrənək. Compiler'a girək, buradan baxaq. Okey. Deməli uşaqlar, mən belə bir sadə kod yazmaq istəyirəm. Elen sinen for int i sıfırdan xc shout məsələn hashtaglərlə gedək. Shout hashtag sən bura 7 yazsam, mənə ekrana nə verəcəyi yəqin ki hamıya aydındır, düzdür? Yəni 7 dənə hashtagin niyə olduğu hamıya aydındır. Yəni sadə bir for dövrü var və bu 7 dəfə verir. Və yaxud da mən belə bir şeyini yazsam. Mən bura hello yazsam və endl qoysam 7 dəfə alt-alta hello verəcəyini də başa düşürük də, düzdür? Burada da qaranlıq heç nə yoxdur, düzdür? İndi şöyle ona belə bir sual verirəm. Sizcə belə bir kod yazsam bu səfər nə baş verəcək? For int j0-dan j2 enerji ++ shout gəlin yenə hashtaglə davam shout end. Bu zaman nə verəcək uşaqlar bizə? 7 sıra və 7 sütun hashtag. Aha, grafikləşdirsə də aydındır niyəsi. Yəni bunu artıq yavaşdan biz matrix adlandıracağıq. Eni və uzunluğu olan və stabil, yəni bəlli fiqurlardan ibarət olan gridlərə bunu əslində griddə demək olar, matrixdə demək olar, amma gəl matrixdə elə bir dəfəlik hamısı matrixdəyək. Məsələn, indi mən bunun artıq enli uzunluğunu dəyişmək istəsəm, sadəcə eni dəyişməyim, onu bəs eləyir ki, mən bunu daha böyük, daha yekə bir şəkildə çıxışa verəm. Və yaxud da 1 və yaxud da 2 versəm, artıq daha kiçik bir şəkildə verəcəm. Və yadınızda qalsın. Birinci for, yəni bu sətirlər üçün var. Yəni sətirlərin sayını göstərir. İkinci for sütunlar sayını göstərir. Yaxşı, bunun bizə nə xeyri var? O zaman mən buradakı n ilə buradakı n-i dəyişsəm, artıq sətirlərin və sütunlarım dəyişəcək. Məsələn, eldən əlavə bir dənə m götürsəm, m, məsələn deyək ki, n sütunlar üçün qalsın, da sətirlər üçün qalsın, m-i də sütunlar üçün qoyaq. 2 və 3 versəm, baxın, artıq sətirlərimin və sütunlarımın sayı fərqli olacaq. Bu ilə də razıyıq. Qəşəng. Bunun bizə nə kimi xeyirləri var uşaqlar? Biz artıq, məsələn, özümüz istədiyimiz ölçüdə bir fiqur çıxışa verə bilirik. Məsələn, 5-in 10-a bir fiqur vermək istəyirsinizsə, bu şəkildə rahatlıqla onu çıxışa verə bilərsiniz. Aydınmı? Sonra, maraqlı olan ikinci məsələ, indeksləmə. Biz normal massivdə bilirdik ki, yəni massiv dediyim hələ ki massiv kimi baxaq buna. Məsələn, hashtaglər qoymalı olsaq, ya da rəqəmlər kimi yazsaq, üstündən belə keçə bilərik əslində. İndeksləmə necə idi? 0, 1, 2, 3, 4, 5 şəklində gedirdi. Yaxşı, bəs matrikslərdə bu necə, indekslənəcək? Biz artıq burada, belə gəldi bunu götürək, buradan nümunəyə verək. Biz
2 dənə indeksləmə görəcəyik. Biri sətirlər üçün, bir də sütunlar üçün. Sətirlər üçün yuxarıdan aşağıya doğru indeksləyəcəyik. 0, 1, 2, 3, 4. Sətirlər üçün, daha sütunlar üçün də yenə massivlərdə olduğu kimi soldan sağa doğru. Yenə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 şəklində. Məsələn, İlham, mənə bunun indeksin koordinatını deyə bilərsən? 4'ün 1'e değil. Yox, tərsinə. Artıq 1'in 4'ə deyəcəyik. 1'in 4'ə. Tamam. Və yaxud da Rafiq, mənə bunu deyə bilərsən? Bilmirəm, 3'ün 3'ə. Ay sağ. Rəşid, mənə bunu deyə bilərsən? 3'ün 8'ə. Ay sağ. Yaşar, bunun koordinatı nədir? 0'ın 0'ı. Ay sağ. İndi uşaqlar, bu indekslərin tapılması yəni belə də sizin üçün asan da olmalıdır. Yəni məncə yəni bu sizin üçün çox da böyük bir problemli bir məsələ deyil. Əsas diqqətinizi çəkmək istədiyim nədir? Birinci gəlin i kimi baxaq, ikinciyə j kimi baxaq koordinatlara, yəni ij koordinatları kimi baxsaq. Məsələn, bir dənə xətt götürək, onun üzərində baxaq. Şifahi olaraq deyək, çox da yazıya getməyək. Məsələn, bunun şeyini deyə bilərsən. Biriniz deyin, məsələn, bununkini. 0 5. Ay sağ. Baxın, artıq bu 1'in 5'ə, 2'nin 5'ə, 3'ün 5'ə, 4'ün 5'ə. Hamısı üçün ortaq olan nədir? Hamısının j'si 5'dir. Razıyıq mı bu ilə? Və yaxud da eynisini belə bir tətbiq eləsək, bunların hamısını bir-bir götürsək, görəcəyik ki, 2'nin 0'a, 2'nin 1'ə, 2'nin 2'ə, 2'nin 3'ə, bu zaman, məsələn, bu belə götürəndə də hamısının i'si bərabər olacaq, burada da hamısının j'si. Aydın olur mu bu? Niyəsi? Okey. İndi uşaqlar, onu biz burada kodda nəyə görə tətbiq eləyəcəyik? Məsələn, belə bir şey yazaq. Deyəcəyik ki, if i bərabərdirsə 0'a, bir dənə belə yazaq, cout ulduz, else cout hashtag. Baxın, bu zaman nə baş verəcək? i bərabər 0 şərtini ödəyən hansı nələr var məndə ümumiyyətlə? Yəni, nələr bu şərti ödəyir? Baxaq. i-nin 0 olmağı, yəni, nə idi? i ortaq harda olurdu? Sətirlərdə. Və i-nin 0 olma halıdır, deməli, bu halda. Deməli, bu xəttdə olan bütün hər şey üçün i bərabər 0 şərti ödəyir. Razıyıq mı bu ilə? Və artıq mən bunu run eləsəm, birinci sətirin hamısı ulduz və qalan hər şey hashtag olaraq gəlir. Bu ilə razıyıq? Qəşəng. Tamam. Artıq bunu j eləsəm, indi görək nə dəyişəcək. Dedik, i sətirlər üçün, j sütunlar üçün. Deməli, bu səfərdə nə dəyişdi? Artıq 0-cı sütunun hamısı məndə ulduz olacaq. Tamam, gedək baxaq. Yenə run eləyirəm. Baxın, bu səfərdə sütunun hamısı hashtag oldu. Bu ilə də razıyıq. İndi belə bir sual. Or i bərabərdirsə 0'a. Bu zaman nə baş verəcək uşaqlar? Həmin 0'cı sətrəmdə 0'cı sütun ulduzun olacaq. Ay sağ, düzdür. Baxaq. Yəni, artıq bu şərti ödəyən hər bir şeyi mən bu şəkildə gətirə bilirəm. Mən məsələn, hələ ki, biraz spesifik gedək. Məsələn, burada 9-cu və 4-cü 9-cu sütun, 4-cü sətir. Gəl bir də onları da xüsusi olaraq əlavə eləyək hələlik. Or i bərabərdirsə 4'ə, or j bərabərdirsə 9'a. Bu zaman nə baş verəcək uşaqlar? Artıq görə bilərsiniz ki, baxın,
hər tərəfi bir növ neylə sardıq? Çərçivə ilə əhatə elədik. Amma məsələn mən bunları biraz böyütsəm və ya kiçiltsəm, məsələn bunu 7 eləyək, bunu 11 eləyək. Görəcək ki, nəsə problem yaranır. Bu problem görək nədir? Biz spesifik olaraq 4 ilə 9 dediyimiz üçün, baxın, yəni bu əslində tam qıraqlara əhatə eləmir hər zaman. Ancaq 4-cü və 9-cunu əhatə eləyir. O zaman mən bunu nəylə əvəz eləyim bu 4 ilə 9-u ki, hər zaman sonuncu sətir və sonuncu sütunu ulduzlarla əvəz eləyim. Nə yaza bilərəm onun əvəzinə? N-1 və N-1 deyə bilər, əgər bilmirsən. Ay, sağ ol, deyə bilərik. Rafiq Rəşid aydın hissədə, yəni massivdən xatırlayaq. Massivdə necə idi? Ən birinci element 0 idi, ən son element n-1 idi. Burada da ən sonuncu sütunu axtarıramsa və sütunumun ölçüsü m-dirsə, deməli n-1 məndə ən sonuncu sütun olacaq. Sətirlər üçün də n dənə sətir varsa, o zaman n-1-ci də məndə hər zaman sonuncu sətir olacaq. Razıyıq mı bu ilə? O zaman gedək bunu da əvəz eləyək. n-1 nəsə aşağı sətrə düşdü, amma olsun, qalsın da run okey. Artıq ölçüsündən asılı olmayaraq, yəni mən bu şeydə Matrixdə bu Matrixdə necə dəyişirəm, yəni bu qiymətləri 100-ün 100-ə eləyim, 10-un 10-a eləyim, artıq fərqi yoxdur. Mən hər tərəfə çərçivə verə bilirəm. Qaranlıq nəsə varmı? Rəşid? Qəşən. Deməli, gəlin hətta yavaş-yavaş suallara baxa-baxa gedək. Biraz görək nəsə qaranlıq olduqca da mən əvvəlki rufo qrupunda kontest faydalı olmaq sizə də qoymaq istəyirəm. 2D loopda gedə bilərik. Programs. Aha, bunu sizə qoyaq ya. Group private dərsləri 2D loop 21 yox 20 33'də başladı. Problems'dan yavaş-yavaş məsələn baxaq. Bax, məsələn, sualların artıq hələ ki sadə suallarla başlayaq. Nə istəyir? Bir dənə n verilir hər zaman 4-ün n-ə, yəni 4 dənə sətir n uzunluğu. Yəni bayaqki kodu yadınıza salaq, bu çərçivə olmamışdan qabaqki kodu. Nəyəcəyik? N-in əvəzinə 4 yazacağıq, m-in əvəzində bir növ n yazacağıq. Bu bizə hər zaman 4-ün n-ə bir kod çıxışa verəcək. Bu sualları artıq rahatlıqla yaza biləcəyinizi düşünürəm. Bunu danışacağıq, S qalsın. İndi bundan danışacağıq. Frame. Baxın, frame sualında nə istəyir? 3-ün n-ə, düz indi hələ ki 3-ün n-ə istəyir bu spesifik olarkən. Bir dəfəlik elə n-in m-ə olana baxaq. Aha, n-in n-ə bir frame verməyimizi istəyir. Yəni ortası boşluq, qıraqları ulduz. Və mən baxın, elə kod olaraq yazdığım kodda mən hashtag-in əvəzinə boşluq qoysam, bu da mənə nə edəcək? N-in n-ə bir çərçivə verəcək. Və yaxud da mən elə m-in əvəzinə də n yazsam və m-i input almasam, buradan da n-i silək. Yəni, məsələn 5 elə 4 yox 5 eləyək. Bu zaman nə olacaq? Elə n-in n-ə mənə nə verəcək? M yox, n. Burada da n-in n-ə lazım. N-in n-ə bir çərçivə verəcək. Qarnıq nəsə var? Başa düşürük. Sadə loop suallar kimi düşünə bilərik artıq bunlar. Düz, bunlar indi biraz qəliz sualları indi qabaqdadır. Onlara baxacağıq əsas. Onun üçün çox da tələsmədən gedirəm. Frame 4 n-in m-ə artıq bayaqki kimi, yəni m-i qaytarsaq n-in m olacaq. Halfa danışacağıq indi.
Diagonal. Yavaş-yavaş diagonala başlayaq onda. Deməli uşaqlar, artıq məntiq olaraq bir ixtiyari bir xətt çəkməyi və yaxud yəni məsələn deyək də istəsəz ki, ikinci sətrin hamısına xətt qoyasınız. Bunun məntiqini məncə artıq başa düşdük. Və yaxud çərçivə çəkməkdə 4 dənəsinə xətt qoymaq deməkdir də belə baxanda. Yaxşı, bəs diaqonalı necə çəkə bilərik? Yəni bir kvadratın və düzbucağının içinə. Düzbucağının içinə çox vaxt istəmir, ancaq kvadrat istənilir. Bir kvadratın içinə necə diaqonal çəkə bilərik? Yəni N bərabər M olanda. Nə olanda? N bərabərdir M. Yəni sətirlə sütun koordinatda bərabər olanda diaqonal kimi götürülürsə olmur. Okey, düzdür. Bax niyəsinə gəl baxaq. Tamam. Dediyin düzdür, amma tam da düz deyil. İndi ona baxaq. N ilə M yox, əslində I ilə J bərabər olanda, yəni bizim axı dövrümüzü I ilə J yerinə yetirir. I ilə J bir-birinə bərabərdirsə uşaqlar, biz artıq görəcəyik ki, burada bir diaqonal yaranır. İndi burada sətirlərlə sütunların sayı bərabər deyil. Onun üçün gəlin bunu fərz eləyək ki, bu hissə yoxdur. Tamam. Deyək ki, bu hissə yoxdur, ancaq 4-ün 4-də bir şey var. 5-in 5-ə. Bu da yoxdur. Məsələn, I ilə J bərabərdir, bunu götürürəm. I ilə J bərabərdir, bunu götürürəm. Hətta yəni koordinat olaraq yazsaq görəcəksiniz ki, yəni 0-ın 0-a, 1-in 1-ə, 2-nin 2-yə, yəni mənim istədiyim, mənim şərtimi ödəyən diaqonal budur və bunların koordinatı yazılı görürsünüz ki, bu koordinatların i-ləri ilə j-ləri bərabərdir. Deməli, bir növ mən artıq buradan öyrənirəm ki, birinci diaqonalı çəkməyin rahat yolu i bərabərdir j halını yoxlamaqdır. Tamam, gedək yoxlayaq. Bunun hər şeyi sinirəm. Birinci diaqonalı öyrənək hələ ki. I bərabərdirsə j-yə ulduz ver. Əks halda yenə hashtag verməyə davam elə. Okey, görək nə baş verəcək. Baxın, bilmirəm, aydın görürsünüzmü siz online'dan ulduz. Yəni, sanki bir dənə diaqonal çəkdim. Aydındır mı? Burada qaranlıq nəsə var mı hələ ki? Bu birinci diaqonal. Çətin ikinci diaqonaldır. Onu da artıq sizə tapdırdıracam. Amma necə? Maraqlı sual oradadır. Baxın uşaqlar, bir şeyi tapa bilmiriksə, onun bir neçə dənə sample-ını yazmaq lazımdır. Oradan sonra bəlkə nəsə tapmaq olar. Onun üçün eləyək, başlayaq bir baxaq. Gəlin hətta bunun şeyini silək, birinci diaqonalı silək. Sample olaraq baxaq. Buyur İlham. Müəllim, ikinci diaqonalı tapmaq üçün A, N yox. Tələsmə, gözlə. İkinci diaqonal uşaqlar, məndə budur da əslində, yəni mən bunları ulduz eləməliyəm də. Razıyıq mı bu ilə? Rəşid, mənə birincinin koordinatını deyə bilərsən? Mən 0-4. Ay, sağ ol. Rafiq, mənə ikincinin koordinatını deyə bilərsən bunu? 1-3. Ay, sağ ol. İlham, mənə dördüncünkünü deyə bilərsən? 2-2. Aha, o birisədir mən yazım daha. 3-ün 1-ə, 4-ün 0-a. İndi uşaqlar, burada nə görürsünüz? Nəsə qanuna uyğunluq görürükmü? Birincidə artır, ikincidə azalır. Okey, qəşəng. Nəsə necə? Ayso, bu arta gedir, bu azala gedir. Okey, bəs overall'da daha general, yəni daha ümumi bir nə görürük burada? Necə bir ümumiləşdirə bilərik bunu? Bir də şeyin cəmi 4 olsa deyə bilərik. Mənim. Ay, sağ ol, deyə bilərik. Və baxın uşaqlar, 0-4 4 edir, 1-3 4 edir, 2-2 4 edir, 1-3 4 edir, 4-0 4 edir. Və uşaqlar, yadınızda saxlayın, hər zaman əgər nəsə artır və nəsə azalırsa sabit sürətlə, o zaman bunların cəmi stabil olacaq, yəni dəyişmə olmayacaq. Fikir verin, bu bir dənə daha tərsinə çəkdim, bu bir dənə artır və bu bir dənə azalır. O zaman nə baş verir? Deməli, burada heç bir cəm olaraq dəyişiklik olmamalıdır. Və bundan əlbəttə istifadə edəcəyik. Və bu 4-ün də random, yəni qiymət olmadığını göstərmək üçün birinci hər zaman 0 idi,
Son nöqtədə hər zaman n-1-dir. 0 üstə gələn n-1 görə bilərik ki, əslində bu nədir? Hər zaman n-1 eləyəcək. Yəni, məsələn, məndə n5-dir bu dəqiqə. Yəni, 5-in 5-ə bir matrix olduğu üçün cəm 4-dür. 6-ın 6 olsaydı cəm 5 eləyəcəkdi. Aydındır? Bu cəm də randomdan gəlmir. O zaman deyəcəm ki, birinci sağ diagonal deyəcəyik, yox, sol diagonal deyəcəyik buna. Bunun tapmağın yolu i-nin j-yə bərabər olmalıdır. İkinci sağ diagonal isə i plus j cəminin n-1-ə bərabər olmalıdır. Başa düşürükmü? Bəli. Digərləri, Rafiq, Rəşid. Evet. Rəşid. Aynen. Tamam. Gəlin bunu da tez yoxlayaq. Bir dənə or qoyaq. i minus j bərabər i plus j bərabərdirsə n-1-ə, o zaman o bir diagonalda çıxış edir. Aha, görə bilərik ki, verir. Hətta daha aydın görmək üçün bunu yenə boşluq eləyək. Görəcək ki, x işarəsi sanki çəkmiş olacaq. Aydındır uşaqlar? Qaynaq nəsə varmı? Başa düşürükmü? Evet. Qəşəng. Məsələn, indi belə bir sual. Yaxşı, bəs mən indi təzədən şey eləmək istəsəm, bunu qutularını da qaytarmaq istəsəm, yenə i bərabər 0, or j bərabər 0, or i bərabər n-1, or j bərabər n-1 desəm, yəni o 4 dənəni də qaytarsam artıq, nə baş verəcək? İndi buradan tam aydın görünmür, gəlin biraz böldək. Görəcək ki, nə baş verir? Əslində, baxın, kvadrat və ortasında diagonalını qoymuş oluruq. Aydınmı? Qaynaq nəsə varmı? Evet. Tamam. Square və onun diagonalı. Məsələn, bu sualda artıq rahatlıqla yaza biləcəksiniz. Sonra Yaxşı da göstərmək istəyirəm. necə? Bir tane sualı tezini gösterebilirsin. Sualı yok yani kodu. Ha, kodu. Belə, iki hissəyə bölək bunu. Bax, buradan enterləyəcəm. Buradan enterləyək hətta. Gəl. Birinci, bu diagonallar. Tamam. Birinci və ikinci diagonal. Bu birinci və ikinci xətti çəkir. Yəni, sətir və sütunun, ilk sətirlə ilk sütunun xəttlərini çəkir. Bu da son sətirlə son sütunun xəttlərini çəkir. Bu hallarda ulduz verir. Yəni, ulduzu nə ilə dəyişsən, avtomatik həmin işarələrdən bir kvadratın olacaq. Sən bu işarə qoysaq, yuxarı baxan işarəsi simvol olaraq buna dəyişəsən. Bilmez. Ən maraqlı nə qoymaq olar? X-lərdən qıraq. Məsələn, belə bir kod da ola bilərdi. Aydınmı? Qaynaq nəsə yoxdur? Xeyr. Qəşəng. Sonra bu da belə. Ya bu sualları artıq yazacağınızı yavaş-yavaş inanıram. Sadəcə nəyin necə işlədiyini başa düşsəz, heç bir problem yoxdur. Sonra məsələn burada nə tipli suallar görəcəyik? Bir dənə də ona baxacağıq. Bir saniyə. Square asandır. Orada bir dənə müqayisə olacaq. Ona baxacağıq. Indexed. Sum of indexdən buna baxarıq. Chess modeldən danışacağıq. İşte birinci müqayisədən danışaq. Uşaqlar, birinci müqayisədən danışaq. Müqayisə nədir? Matrixə müqayisə bizim nədir, nə işimizə yarayacaq və bizə xeyirlər nədir, ondan danışaq. Başlanğıcda nə deyək? Biz nə gördük? Baxın, i-nin məsələn j-yə bərabər olma halı bizə onu göstərirdi ki, sol diagonal, yəni yuxarıdan başlayıb aşağıda qutaran bir dənə diagonal çəkmiş oluruq. Buna razıyıq da, yəni bunu xatırlayaq bir dənə bayaq danışdığımızı. Baxın, bərabərliyinin yoxlanması sadəcə bir dənə düz xəttdir. Tamam. Və bunun müqayisələrinə də baxmaq olar əslində. i böyükdürsə j-dən, bu bizə nə verəcək? Artıq gəlin bundan danışaq.
Məntiqən elə yeni ədəd kimi də qoyub yoxlaya bilərsiniz. Hətta yoxlamaq istəmirsinizsə görərsiniz ki, əgər kvadrat kimi düşünürüksə çap elədiyimizi və diaqonalı çəkiriksə, diaqonalın aşağı hissəsi artıq bu şərtdir. Və i kiçikdir j halı da bu niyə bu qədər qalındır? Biraz kiçildi. i kiçikdir j halı da bu da olacaq yuxarı hissə. Yəni mən məsələn tamam deyək ki bu hissəni doldurmaq istəyirəmsə, yəni göy hissəni ulduzlarla və hər fiqurla ifin içinə i kiçikdir j halını yazacağam. Əks halda da yuxarı hissəni doldurmaq istəyirəmsə i bölü j halını yazacağam. Başa düşürük nə olduğunu. Amma sırf ancaq xətti diaqonalın özünü qoymaq istəyirəmsə, o zaman da bərabərlik halından danışacağıq. Aydındır? Məntiqən başa düşürük. Baxın, gəlin bir dənə kod oyaqda tez yoxlayaq. Bax, sadəcə i bərabərdir j. Bunu da silək. Buna da ehtiyac qalmasın deyək. Bu da uzun oldu. Fərz ilə i bərabər j halı. Nə baş verəcək? Bir dənə diaqonalı çəkəcək. Ancaq diaqonallar. Kiçiyi yoxlasa, kiçiyi bərabər yox, hələ ki kiçiyi yoxlayaq. Baxın, diaqonalın özü olmayacaq. Ancaq diaqonal boş qalacaq. Ancaq yuxarı hissə oldu. Və yaxud da bu səfər də indi i bölüdür yoxlasaq. Baxın, diaqonalın özü yoxdur. Ancaq aşağı hissəsi var. Məsələn, belə bir sadə kod yazmaq olar. i 3 dənə işarə götürək. Məsələn, x, y, z kimi. i bərabərdirsə j-yə, siyahut y, bir dənə də else if qoyaq. Else if i kiçikdirsə j-dən, siyahut z məsələn. Baxın uşaqlar, nə baş verəcək? Diaqonalın özü bir y hərfi ilə, diaqonaldan aşağı x ilə, diaqonaldan yuxarı z ilə. Bu şəkildə bizə 3 dənə hissəyə ayrılmış oldu kvadratı. Səbəbini də başa düşdük. Yəni müqayisə, nəyi müqayisə edirsiniz eləyin, hər zaman sizə o segmenti 3 dənə hissəyə böləcək. Baxın, bu düz xətt üçün də aid olacaq. Məsələn, deyək ki, bir dənə kvadrat var. Kvadratın yarısını bir simvolundan, yarısını bir simvoluna eləmək istəyirsiniz. Yəni, daha məntiqli olsun deyə belə eləyək. Baxın, bir kvadrat var. Deyək ki, bu tərəfini bir, bu tərəfini bir simvoluna eləmək istəyirsiniz. O zaman, əvvəlcə bu xətti tapın. Bu xətt nədir bizdə? Yəni, olaraq. Mən bu xətti necə qura bilərəm? Onu düşünün. Onu da bilirik ki, sütundur. Sütun üstündə biz nədən istifadə edirik? J-dən. J məsələn bərabər atıram, deyək ki, 5 olma halı. Əgər J kiçikdir 5 şərtini yazsaq, bu hissə olacaq. J bərabərdir 5 halı. Xəttin özüdür. J böyüdür 5 halı da sağ tərəf olacaq. Başa düşdük? Yəni, müqayisə hər zaman hər şeyi 3 hissəyə bölür. Aydındır mı? Evet. Rəşid. Qəşəng. Və gələk sonuncu məsələyə. By the way, bu belə sağ diaqonal üstünə keçərlidir. Sol diaqonal üstünü gördük, bir dənə sağ diaqonal üstünə yoxlayaq. Sağ diaqonalda neçə hal olacaq məntiqən? Bir dənə düşünək. Daha sonra düşünün, siz düşünün. Baxın, sağ diaqonalı kodunu indi bir də bəyan dediyimizi bir də deyək. i plus j bərabər olmalıdır m minus 1-ə. Baxın, bərabərlik halı xəttin özüdür. i plus j böyüdür n minus 1 halı artıq olacaq bizə nə? Belə deyək də, aşağı hissə. Qara ilə göstərək. Yox, deyək ki, i plus j kiçikdir n minus 1 halı. Bu da olacaq yuxarı hissə. Bununla başa düşürükmü? Evet. Dəqiq. Qəşəng.
Bu da belə. Sonra Məndən bəs kiçikdir bərabərdir desək diagonalın özünün də sağı. aysa diagonal da ora birləşdirmiş olursan. Tamam, indi onu göstərəcəm aslında. Bunu eyni haqqını verməyək bir də burada. Bir sadəcə kod olaraq tez baxaq. I plus j bərabərdirsə n-1-ə. Bu bildik ki, sağ diagonalın özüdür. X-lər ilə verəcək indi. Bax, böyük bərabər də qoysam, artıq bax o xətti də saymış olacaq. Fikir ver, bax, indi görəcəksən, bax, xəttin özü də var. Amma mən məsələn bunu silsəm, daha sonra x yox, bərabəri silsəm, görəcək ki, o diagonalın özü yoxa çıxmış olur. Gördün evi bir dənə sıra azaldı. Və yaxud da məsələn kiçiyi yoxlasaq, görəcək ki, yəni bu x tamamilə yuxarı uçmuş olur. Aydınmı? Başa düşürük. Rafiqləş. Qəşəng. Və uşaqlar, bir də bilməyiniz gərəkən sonuncu əsas demək şeylərdən biri nədir? Bir də chess olayı var, şahmat məsələsi kimi. Məsləhət görərdim bunun üçün bir dənə şahmat masası çəkək. Bundan çəkmək istəmirdim. 4-ün 4 olacaqmı? İnşallah olar. Normalda məsələn bu qırmızıdır, bu qırmızıdır, qırmızı. Bura. Deyək ki, fərz edin ki, kiçik bir şahmat masamız var. Qalanlar da ağdır və qaradır. İndi özünüz necə təsəvvür etmək istəyirsiniz, eləyin. Məsələn, gəl fərz eləyək ki, bir dənə dama götürək. O damanın koordinatı olsun i-nin j-yə. Fərq yoxdur aranı götürürsünüz. Deyək ki, bunu götürək. Tamam. Və i-nin j koordinatı kimi baxın buna. İndi sizdən belə bir sual. Mən buradan bir aşağı düşsəm, o zaman nə artacaq? I yoxsa j? J artıqca i azalacaq. Ya i dəyişmir. Bax, bura i tərəfidir, bura j tərəfidir. Uşaqlar, qarşılayın. I artacaq, j dəyişməyəcək. Tamam. O zaman mən indi bu yana doğru bir dənə geçsəm, yəni baxın bu dama üzərində bir dənə geçsəm, bu zaman nə olacaq? I qalacaq, j bir dənə artacaq. Tamam. Və bir dənə də belə diagonal geçsəm, bu zaman nə baş verəcək? I də bir dənə artacaq. Düzdür? J də bir dənə artacaq. Razıyıqmı bu ilə? Mən. Baxın uşaqlar, mən hər dəfə fərqi yoxdur, hayına gedirəm gedim, mənim cəmim 1 vaid artır. Diagonaldan söhbət getmir də, bu 4 tərəfdən gedir. Yəni 1 atdım, plus minus 1 atdımlıq bir yolum olur. Yəni cavab ya bir dənə azalır, ya bir dənə artır. Və diagonal getmək də nə deməkdir? Yəni məsələn belə üzü aşağı getmək də bir dənə sağa, bir dənə aşağı getmək deməkdir də bir növ. Yəni sanki məsələn bura gəlmək üçün mən əslində bura gəlib. Yəni rəngi dəyişək. Bura gəlib, sonra bura gəlirəm. Yəni diagonal əslində mənə 2 bedik dəyişmə mali olur. Bunu da başa düşürük. Mən. Və uşaqlar, məsələn, ixtiyari bir dama götürün, də elə bu indi baxdığımız dama. Bunun bütün diagonallarına getmək, o zaman mənə 2 belikdə 2 dəyişmə malum olacaq. Yəni i ilə j totalda 2 dənə dəyişəcək. Yaxşı, mən bunu nə üçün deyirəm? O zaman uşaqlar, mən i plus j cəminə baxsam və desəm ki, mən i plus j nöqtəsindən hansısa 4 dənə diagonalından birinə geçsəm, mənim cəmim plus minus 2 vaid dəyişəcək. Ya ebi aşağıya doğru getdiyim üçün 2 vaid artacaq, 0 da ola bilir, düzdür. Məsələn, bu yana doğru getdikcə 0 olur. Amma yəni məqsəd burada nədir? Göstərməkdir ki, ən çoxu 2 ola bilər, ya da plus minus 0, yəni elə dəyişməyə bilər. 0-ı daha yazmıram. Bunun bizə xeyri nədir? Biz niyə bunu öyrənirik? Çünki mən əgər i plus j cəminin 2-yə qalığına baxsam və indi düşünün,
Bunun qalığı deyək ki 0-dırsa, i plus j plus 2-nin qalığı nə olacaq? 0. 0. Bu 1 olsaydı, bu da 1 olacaqdı. Niyə? Çünki 2 ədəd məsələn 8-dirsə, daha sonra 9-dursa, qalıq 1 eləyirsə, 9-un üstünə 2 gəlsən yenə 2-yə qalığı 1 eləyəcək. Aydındır? Çünki belə də 2 də olsa 2-yə tam bölünür. Və ya bu 4 olsa, 8 olsa, 16 olsa, yəni ixtiyari bir cüt ədədi gəlməyin heç bir şey dəyişmir. Və yaxud da biz bayaq nə dedik? Bu damadasansa yuxarı, aşağı, sağa, sola getmək sənə bir kosta mal olur. O zaman deyək ki, sən indi qara masada, qara yerdəsənsə və ya ağ yerdəsənsə, bir yuxarı, sağa, aşağı, sola getməyin sənə bir şeyə mal olduğu üçün sənin yuxarıda, sağda, solda olan şeylərin aşağıda bunlar hamısı qara olacaq. Və buradan görsən ki, sənlə belə də qalığın, yəni qalığın eynidirsə, amma baxın, yuxarıya bura getsəm bura ağdır. Bura getsəm bura ağdır. Bura getsəm ağdır, bura getsəm ağdır. Diaqonallarım ağdır, amma yan tərəflərim qaradır. Yəni qalıqlarımız eynidirsə, eyni rəngi, yox, qalıqlarımız eyni deyilsə, deməli eyni rəng deyilik. Başa düşürük buradan nə demək istədiyimi? Yəni IJ pointinə baxıram. IJ cəminin 2-yə bölünməsinə alınan qalıq. Başqa bir məsələn x, y ilə eynidirsə, x, y pointinin cəminin 2-yə bölünməsinə alınan qalığın deyək ki, eynidir. O zaman deməli bu ağdırsa, bu da ağdır. Bu qaradırsa, bu da qaradır. X, Y. Yox, deyək ki, bu 0-dır, bu 1-dir. Məsələn. O zaman bu ağdırsa, bu qaradır, bu qaradırsa, bu ağdır. Deməli, fərqli rənglərdir. Başa düşürük bunda. Bəli. Rafiq, Rəşid. Aydın olur. Yaxşı, indi gəlin son olaraq görə bundan necə istifadə edəcəyik. Deyəcəyik ki, i plus j cəmi sizdən asılıdır. 2-yə qalığı məsələn 0-dırsa x ver. Əks halda atıram z ver. Yox, gəlin bəlirli bir şeylər yazaq da. Məsələn yuxarı, yox. Hashtag-dən gedək. Hashtag və ya ulduz. Ən sadəsi. Hanı ulduz? O zaman baxa, artıq baxın, bir ulduz bir hashtag, bir ulduz bir hashtag, bir növ şahmat masası qurmuş olursunuz. Məsələn 8-in 8-də şahmat masası qur desə, nə edəcəksiniz? Bu şəkildə versəz, baxın bir ulduz bir hashtag, bir ulduz bir hashtag və yaxud da hashtag-i boşluqla əvəz edin. Bir şahmat masası, amma ağ-qara şəklində məsələn bu şəkildə görə bilərsiniz. Aydın uşaqlar, başa düşürük. Qarnı nəsə var? Xeyr. Məsələn, sizə bir dənə qəşəng bir trik göstərim. Belə bir kod da yazmaq ola bilər. Məsələn, if i bərabərdirsə, daha sonra j bərabərdirsə 0-a və yaxud da j bərabərdirsə n-1-ə, cout bu işarədən qoy. Hani bu işarə? Bir dəqiqə klaviaturda tapım. Bu düz xətt işarəsindən qoy. Else if i bərabərdirsə 0-a və yaxud da j bərabərdirsə 0-a, cout altdan xətt qoy. Tamam. Else if-də artıq buna qalır. İndi məsələn, çox maraqlı bir şey olacaq. Görək nə baş verəcək. i 0-a, j 0-a yox. Bir dəqiqə, burada düz demədim. Altdan xətti n-1-dirsə. Amma bir dəqiqə düz olmadı. Bir dəqiqə. Birinci altdan xəttə baxmalısın. Bunu sil. Düz oldu. Məsələn, maraqlı bir kod daha. Yenə bir dəqiqə, nəyə səhv deyirəm? X də i olmalıdır. Mən ikisini yazıram. 2. Yox. Bir dəqiqə.
Bu i, bu i, bu j, bu j. Hə, tamam. Aha, məsələn belə bir şey. Nə baş verir? Bir növ çevirəlmiş olursunuz. Aydındır? Başa düşürük. Məsələn, bunu altdan xətt əvəzinə tire eləsəz, tire də işə yaraya bilər, məsələn. Tire də məntiqlidir. Hə, tire də məsələn məntiqliymiş. Ya bu şəkildə də, yəni simvollardan istifadə edib bir şeylər, yəni ekran çıxışa vermək olar. Sən bunu ulduz yox, hashtag-lə əvəz eləyək indi. Yəni bu tipli suallar görəcəyik qabaqda. Onun üçün indidən nümunələr göstərməyə çalışıram ki, çox da qaranlıq qalmasın. Məsələn, hər tərəfini bu şəkildə əhatə edirsiniz. Ortasına şahmat masası kimi bir dənə dolu, bir dənə boş şəklində qoyursunuz. Yəni artıq kodu necə dəyişmək sizə qalır. Necə istəyirsinizsə elə də dəyişə bilərsiniz. Bu da belə. Eyni şahmat masası məsələsi də aydındır. Necə baş verir bu? Dəqiq, qəşəng. Və looplardan son olaraq, məsələn, template, yenə bu hashtag sual, bu indi baxdığımız şahmat sualıdır əslində. Nə istəyir? Bu şəkildə, yəni şahmat masası kimi ulduzlar şəklində verməlisiniz. Və yaxud da gəldik son olaraq ən maraqlı olmayan, ən sıxıcılardan birinə. Nə istəyir sualda? Gəlin bir də ona baxaq. Bu şəkildə, yəni gördüyünüz kimi ilana bənzər şəkildə, yəni ilan mı deyək? Yəni bu template, yəni necə sizə görsənirsə, necə başa düşürsünüzsə bunu, yəni sətri tam verirsiniz, bir dənə sonda, sonra əvvəl bu şəkildə, yəni dövr davam eləyə ta sona qədər bu şəkildə çıxışa verməyə lazımdır. Yaxşı, bəs bunu necə eləyək? Bunun kodunu necə düşünək? Gəlin ona baxaq. Çox çətin düşünməsək, əslində yazmaq olar. Əslində şu var, burada şey çox olmalıdır. Space'lər. Biraz artıraq, baxaq görəsək. Birinci şu var, bu tipli sualda nə etmək lazımdır? Bir qanuna uyğunluq, yenə bir məntiqi əlaqə tapın ki, nə ilə bir əlaqə əldə. Məsələn, ən rahat gözə batan nədir burada? Amma bu xəttlər. Bu xəttlər nəsə çox barizdir. Gəl görün bunların indekslərini yazsam, mən nə çıxarda bilərəm? 0, 1, 2, 3, 4, 5, 6, 7. Şu an kim nə görür buradan? Yəni, bu xəttlər barəsində kim nə deyə bilər? Kim nə sadələşdirir? Cüt olanda xətt. Nədir? Cüt olanda uzun xətt olur. Aha, Rafiq, bunların bir şeyini qura bilərsən, yəni deyirik cüt olanda xətdirsə, mən bunları necə bir ümumiləşdirmə eləyim? Necə yəni məndim? Yəni, kod yazmaq istəsən, xətt qurmaq istəsən, necə qurarsan bunlar üçün? Xətt qurmaq, yəni Bax, bir xətt çəkmək üçün, yəni düz xətti çəkə bilmək üçün kodda nəyə baxırdıq? İyə, J'yə. İyə. Bu dəqiqə, İyə baxacaq, düzdür. Məsələn, İ'nin konkret sıfır olma halını yazsam, bəs eləyir mənə. Axı, ancaq bunu çəkəcək, düzdür. Bu birçilər qalır da, tamam. Yaxşı, bir də or yazsam, i bərabər 2 yazsam, yenə o birçləri, yəni gərək hər dəfə əllə yazım. Bu məni sərf eləməz axı. Mən necə ümumiləşdirə bilərəm bunları? Yoldaşımız dedi. Onda yeni bir dəyişən yaradarıq. Onda yenə bərabər eləyərik. Ola bilər, bax dediyim kimi, səhv deyirsən deyə bilmərəm. Yəni dediyində illa da bir məntiq yəqin ki var. Amma daha sadə yolla baxsan, bax yoldaşımız nə dedi? Xəttlər nə zaman peyda olur? Hansı indekslərdə? 0 cüt indekslərdə. Aysa. Mən necə yoxlaya bilərəm ki, indi baxdığım indeks cütdürmü ya yox? Əgər 2-yə tam bölünürsə, Aysa, faiz 2 sıfırdırsa, deməli, nə olacaq artıq? Get düz xətti çək. Aydındır? Artıq düz xəttlərlə işimizi qutardıq. Razıyıq? Yəni artıq kodumuzda hər zaman düz xəttləri özü verəcək. Yerdə nə qaldı bu ulduzlar? İndi Rəşid, gələk sənə.
Bizə bu ulduzlar barəsində nə deyərsən, nə tüyo verə bilərsən? Nə fikir yürüdə bilərsən? Yəni Max-da olsa yəni tək olur da, yəni oynayanlar. Bax, Bir də sıra olur da. düzdür, bax təklərdə olur, razıyıq. Amma eynidirmi? Yox. Necə yəni eyni deyil, nə mənada? Birində əvvəldədir, birində sondadır. Birində əvvəldədir, birində sondadır. Bu onu O zaman gəl 2 dənəsi kimi baxaq. Ancaq sonlarda olan üçün bir dənə alqoritm tapaq. Ancaq əvvəldə olanlar üçün də bir dənə alqoritm tapaq. Tamam? Birinci başlayaq sonlar üçün. Bax, harda təkrarlanır? 1-də, 5-də. İndi məntiqən düşünün. Sizcə bir də harda təkrarlanacaq? Neçənci indeksdə? Razıyıqmı 9-da olacağına? Ya hər 4 dənədən bir təkrarlanacaq. Düzdür? Rafiq Rəşid İlham. Bəli. Yəni, Qəşəng. Okey, baxıram və baxın uşaqlar, hər neçə dənədə bir təkrarlanır deyirsinizsə, elə onun moduna baxırsınız həmişə. 4 dənədən bir təkrarlanır demədik, deməli mod 4-ünə baxırıq. Bu hər şey üçün belədir. Məsələn, deyək ki, hər 8 dənədən bir təkrarlanan nəyinizsə varsa, 3, 11, nə bilim 20, yox, 11, 19, 27, bir dəqiqə düz dedim mən. 8, 3, 8, 3, 11, 19, 27. Bu şəkildə gedirsə, məsələn, hər hansısa bir şeyiniz və görürsünüzsə ki, hamısının arasındakı fərq 8-dir, o zaman nə edəcəksiniz? i-dir, x-dir, hər nədirsə, onun moduna baxırsınız, mod 8-inə, ya aradakı fərqinə, hətta aradakı fərqə d desək, mod d-sinə baxırsınız və b-dir, ən birincisi nədirsə, ona bərabərliyin yoxlayırsınız. Yəni, bu sekvensin başlanğıcındakı və yaxud da elə birini götürün, əllə yoxlayın ki, bunun 8-ə bölməsindən alan qalxanadır, görəcəksiniz ki, 3. Deməli, 3-ü yoxlamalısınız. Və burada da fikir verin, hər 4 dənədən bir təkrarlanırsa, i mod 4-ə baxacağım və ilk harda təkrarlanır? 1-də. Deməli, mod 4-ü 1 olmalıdır. Və mod 4-ü 1-dirsə, get ən sonda çıxışa ver deyəcəm. Və i faiz 4, indi əvvələ baxıram. Harda təkrarlanır? 3-də. Harda təkrarlanır? 7-də. Harda təkrarlanacaq? Məntiqən baxsaq görə bilərsiniz ki, 10, 11-də, düzdür? 11-də təkrarlanacaq. Yenə, deməli, mən mod 4-ü nəyə bərabər olmalıdır? 3-ə. Ay, sağ ol. O zaman da əvvəldə ver. Bunun başa düşdüyü uşaqlar, hər dəfə baxın, əgər əlinizdə bir sekvens varsa, nəsə təkrarlanma varsa və hər dəfə eyni qədər artırsa, onun modları bilin ki, hər zaman eyni olacaq. Okey, gəlin bir dənə də bunun kodunu yazaq. Bundan da belə çox da qaranlıq nəsə qalmasın. Birinci başlayaq nədən? İlk faiz 2-nin 0 olma halından. Faiz 2 isə siyahut elə ulduz ver, rahatlayaq, bu ilə qutaraq. Else if-nə nə baxacaq? Birinci baxacaq ki, i faiz belə 4 bərabərdirsə 1-ə. Baxın uşaqlar, i faiz 4-ün 1 olması tək bir dənə indeksə əhatə eləmir. Əslində, bütün sütunu və sətri əhatə eləyir. Yəni, biz nə qədər desək də ki, get sonda ver. Amma biz bunu belə yazanda, bu sanki bir növ bütün sətri əhatə eləyəcək. Amma mənə lazımdır ki, bunu limitləyim. Limitləmək üçün nə istifadə eləyəcəm? Hansı sütunu istəyirəmsə, onun əndiyinə bir birləşməsini qoyacam. Tam, baxaq. Baxın, mənə nə lazımdır? Ən son sətirdə qoysun. Daha ən son sütunda qoysun. And j bərabərdir n-1. Artıq mən spesifik koordinat verirəm ki, bu i-nin bu şərtində və j-nin də n-1 koordinatında bunu qoy. Tamam, siyahut ulduz. Gedirəm o birə elsifə. i faiz 4 bərabərdir 3-ə və and j-nin başlanğıcda qoy deyirəm. Siyahut ulduz else siyahut boşluq. Və salam. Aha, baxaq. Bizim istədiyimiz fiquru almalıyıq indi.
Aydın uşaqlar, qaynaq nəsə varmı? Xeyr. Rafiq Rəşid. Xeyr. Hər zaman nəsə belə fiqur qurmaq lazım olsa, birinci baxın ki, tamam, mənim əlimdə bu fiqur var, razıyıq, düzdür. Bizim bu fiqurumuz var. Amma mən bu fiquru necə şey eləyə bilərəm? Belə kiçik-kiçik hissələrə bölə bilərəm. Hissələrə böləndən sonra hər bir hissə üçün bir dənə belə şərt qurmağı öyrənin. Yəni yavaş-yavaş şərtini qurun və ən sonunda da çıxışa verin. Aydındırmı? Bəli. Qəşəng. Son olaraq belə bir sual. İndi gələcək qabaqda qarşılaşacağıq. Deyək ki, ya bu artıq biraz məntiqi sualdır və riyazi sualdır əslində. Baxın, belə bir sual verim. Deyək ki, bir dənə şərt var. Deyək ki, x şərti var. X şərtini if-in içinə yazanda sizə düzüyə biz bilirik bu hansı şərtdir. Bizə deyək ki, bu hissəni ulduzlarını çıxışa verir. Və bir dənə y şərti var. Y şərtini yazanda da biraz altdan çəkəcəm. Deyək ki, məsələn, buranı çıxışa verir. Tamam. Bu da y şərti olsun. If-in içinə yəni o şərti yazanda bunu verir. Bu biraz kiçildə, indi ikisini rahat görün ki, sualımı verə bilim. Mən if-in içinə x or y yazsam nə olar? Yəni o şərtin yanına or qoyub bunu yazsam nə olar? Bir də if-in içinə x and y yazsam nə olar? Əlləri görüm. Suala cavab vermək istəyən varsa. Aha, İlham. Birinci hansın B x and-i də. And-də nə olacaq? Əndə hər ikisi də icra olunacaq. Həm düz xəttdən sağdakı olacaq, həm də aşağı hissə. Yəni sən deyirsən ki, belə bir şey olacaq da, həm bura olacaq, həm də bura olacaq. Yəni bax, bura və buralar olacaq. Razıyıq? Belə bir fiqur verəcək. Düzdür? Bəli. Yox, deyil. Bəli. And nə idi? Uşaqlar. And hər iki şərt düz olanda ödəyirdi. Tamam. Məsələn, mən buradan bir point götürsəm, bu point düzdür. Y-in içində var. Yəni baxın, bu point, yəni buradan götürdüyüm burada var. Amma x-in içində yoxdur axı. X-in içində olmaq üçün bu xəttdən aşağıda olmalıdır. Düzdür? Amma yuxarıdadır. Deməli, mən əslində bu hissəni verə bilmərəm. Eynəsi məsələn bunun üçün də keçərli olacaq. Bu hissə üçün. Baxmayaraq ki, bu x-in içindədir, amma y-in içində deyil. Deməli, bu hissəni də verə bilməyəcəm. Yəni, bu hissə də mənim şərtimi ödəməyəcəm. O zaman mənim şərtimi ödəyən x-in kəsişməsi. Yəni, and nə idi? Kəsişmə idi əslində. Düzdür? Yəni, artıq fiquru belə çəkməli olsaq, bir növ artıq mən belə çəkəcəm. Deyəcəm ki, bax, sanki ekrana belə bir fiqur verəcək. Aydındır? Amma sən dediyin bayaq ki, or üçün keçərli olacaq. Orada məqsəd nədir? Ya bu düz olsun, ya bu düz olsun. Hə, artıq orada həm ikisini sanki kəsir üst-üstə qoymusan kimi olacaq. Yəni, həm bu olacaq, həm də bu olacaq. Yəni, ikisi də bütövlükdə olacaq. Aydındır uşaqlar? Rafiq Rəşid. Bəli. Bunu niyə dedim? İndi özünüz böyük ehtimal kodda rahatlıqla görəcəksiniz biraz üçün. Sonra, yaxşı. Bir dənə bütün sualların sadəcə dediyimizdən əmin olaq. X-dan danışmışıq. Yaza bilərsiniz kodunu. Chessboard. Rahat sualdır. İndi rahatlıqla yazacaqsınız. Cross. Bayaq danışdıq. Template for. Hə, bu sual. Bu sual uşaqlar bizim artıq dediyimiz olacaq. Burada məqsədiniz nə olacaq? 2 dənə diaqonalın ya kəsişməsini tapacaqsınız, ya birləşməsini tapacaqsınız. Da bilməm də özünüz orasını artıq fikirləşib taparsınız. Bu da sadə bir yenə x cross sualı. Hə, burada bir
dənə half sualı var. Half sualında əslində biz bayaq elədik. X, Y, Z ilə elədiyim koddur. Yadınızdadır, 3 dənə hissəyə böldüm. Bayaq mən yazdığım sağ diaqonal üçün keçərli idi. Siz də bunu sol diaqonal üzr istəyirəm. Mən bayaq yazdığım sol diaqonal üçün idi. Siz də bunu sağ diaqonal versiyasına baxacaqsınız. Bir dənə də burada şey var. Rəqəmlər üçün olan frame var. Matrix. Hə. Bir də 2-nin 3-ə matrix qurmaq istənilir uşaqlar. 2-nin 3-ə matrix qurmaq deyəndə ya bunu ümid edirəm ki, bitər yol tapıb yazarsınız. Məsələn, bir dənə T dəyişkəni deyib, T-ni hər dəfə çıxışa verəndən sonra plus eləyə bilərsiniz. Baxın, deyək ki, N-in N-ə bir dövrünüz var. Məsələn, cout hər dəfə T desək və boşluq versək, bir dənə LL T bərabər 0 desək, bu bizə belə edə 8-in 8-ə sıfırlar verəcək. Razıyıq mı bu ilə? Okay. Və mən hər T-ni verəndən sonra bir dənə T++ yazsam və istətdə bunu gəl birdən başladaq. Bu səfər də görəcək ki, 1 verdi, 2 elədi, 2 verdi, 3 elədi, 3 verdi, 4 elədi və bu şəkildə 64-ə qədər hamısını çıxışa vermiş olur. Razıyıq mı? Bəli. Qəşəng. Bəli. Belə. Bu da bizim 2D looplarımız. Belə demək olar bütün sualların üstündən əslində bir kod keçdik. Yəni demədiyimiz sual olmadı. Tamam. Ev tapşırığı bu kontestin hamısı, amma çoxsu təkrar sualdır. Yəni gözünüz allanması. Məsələn, bu framelər eyni sualdır. Rectangle'lar, yəni bir dənə simvol dəyişəcəksiniz, böyük ehtimal kodda qurtarır. Square and diagonaldan neçə dənə bu tipli sual olacaq? Square sualı yenə frame ilə aşağı yuxarı eynidir. Chess modellə templatelərin bəziləri eynidir. Chessboardla eynidir. Crossla template bilməm. Cross yenə çox yerdə var. Dediyim kimi çox da bir eyni oxşar sualların biraz dəyişilmiş versiyaları qabağınıza çıxacaq. Yəni gözünüz çox qorxmasın bunu. Ev tapşırığı aydınlığı nə verdim? Bəli. Qəşəng. Sonra başqa nəsə vermişdim evə. Yay dərsləri. Baxmadığımız nəsə qalıb. Keçən dərslərdən falan. Bunu izah eləmişdik də, düzdür? Aha, dedi ki, bir dənə əvvəldən, bir dənə sonradan, bir dənə əvvəldən, bir dənə sonradan. Yox, bir dənə birinci, bir dənə ortadan, bir dənə ikinci, sonra yenə onun sağındakini vermək lazımdır. Ki, onların X-i necə yazmamısınız, ona şey oldu. Bir dənə düşünmüyorum, demədiyim nəsə qaldı mı? Mesela elə bilirəm ki, nəsə qalıb. Elə düşünürəm ki, qalıb, amma niyəsə elə sadəcə düşünürəm. Belə uşaqlar, bu qədər. Qaynaq nəsə var? Ev tapşırığı aydındır. Bəli. Okey, rekordu durdururam uşaqlar.